Sözdələn, sözdən səs gəlir. Sözdələnən layihənin veb saytından və Coffeeal platformasından dəstək olanlara onların adlarını vurğulamaqla təşəkkür edirəm. Hər birimiz həyatımızı dəyişmək istəyirik. Bəzən daha sağlam olmaq, bəzən daha məhsuldar yaşamaq, bəzən də sadəcə özümüzü biraz daha yaxşı hiss etmək. Amma bu dəyişikliklər hardan başlayır? Bu dəfə Sözdələndə müəllifi Amerikalı yazıcı James Clear olan Atomik Vərdişlər kitabının məzmununu sənə danışıram. James Clear deyir ki, hər gün cəmi 1% daha yaxşı olmağa çalış. Bu çox az görünür. Amma bir il ərzində o kiçik artım sənin həyatında nəhəng fərq yaradar. Əksinə hər gün 1% daha pis olmaq səni yavaş-yavaş geriyə aparar. Buna görə də dəyişmək istəyirsənsə, məqsədlərdən yox, sistemlərdən başla. Çünki məqsəd sadəcə nəticədir. Sistem isə həmin nəticəyə aparan yoldur. Məsələn, 10 kilo arıqlamaq bir məqsəddir. Amma hər gün sağlam qidalanmaq və idman etmək bir sistemdir. Məqsədlər nəticə verir. Sistemlər isə nəticəni davamlı saxlayır. Kitabda yazılan ən maraqlı fikirlərdən biri də kimlik əsaslı vərdişlər anlayışıdır. James deyir ki, insanlar adətən nə etmək istədiklərini düşünürlər, amma kim olmaq istədiklərini unudurlar. Əsl dəyişiklik sənin özünü necə görməyindən başlayır. Əgər mən siqareti çəkməyi dayandırmaq istəyirəm desən, beynin hələ də səni siqaret çəkən biri kimi görür. Amma mən siqaret çəkməyən biriyəm desən, sənin kimliyində dəyişiklik yaranır. Davranış da həmin kimliyə uyğun formalaşır. James Clear vərdişin necə yarandığını 4 mərhələdə izah edir. İpucu, istək, reaksiya, mükafat. İpucu səni hərəkətə gətirən siqnaldır. İstək həmin davranışın nəticəsini arzulamaqdır. Reaksiya davranışın özü, mükafat isə beynin o davranışdan aldığı xoş hissdir. Hər vərdiş bu 4 mərhələdən keçir və bu dövrü anlayan insan davranışlarını idarə edə bilir. James həmçinin vərdişləri dəyişmək üçün 4 qanun təqdim edir. Birinci qanun aydın et, yəni vərdişi görməyə başla, siqnalları görünən et. İkinci qanun cəlbedici et, onu maraqlı və həvəsləndirici hala gətir. Növbəti qanun asan et, maneələri azaldaraq vərdişi başlamağı sadələşdir. Sonuncu qanun isə məmnunluq doğur, yəni davranışdan dərhal xoş nəticə al. Məsələn, daha çox kitab oxumaq istəyirsənsə, kitabı göz önündə saxla. Hər səhər bir səhifə oxu və sonra özünü kiçik bir mükafatla sevindir. Pis vərdişlərdən qurtulmaq istəyirsənsə, bu qaydaları tərsinə tətbiq et. Görünməz et, cəlbedici olmayan et, çətin et, qanedici olmayan et. Məsələn, telefonla vaxt itirmək istəmirsənsə, onu otağın digər küncünə qoy. Bildirişləri söndür və hər dəfə vaxt itirdikdə nə isə əldən verdiyini xatırla. James Clear bir vacib məsələni də vurğulayır. Mühit insanı dəyişdirir. Əgər mühit sənə kömək etmirsə, motivasiya da çox şey yaramayacaq. Sağlam qidalamaq istəyirsənsə, evində zərərli yeməklər saxlamamalısan. İdman vərdişi qazanmaq istəyirsənsə, idman geyimini göz önündə saxla. Ətrafın sənə xatırlatmalıdır ki, kim olmaq istəyirsən. Müəllif deyir, uğur gündəlik davranışların nəticəsidir, tək bir qərarın deyil. Bu səbəbdən kiçik qələbələr çox önəmlidir. Bir səhifə oxudunsa, bir dəqiqə meditasiya etdinsə, hətta bir stəkan su içdinsə, bunların hər biri irəliləyiş deməkdir. Bu kiçik addımlar zamanla sənin şəxsiyyətini formalaşdırır. Bir gün geri baxanda anlayırsan ki, sən artıq tamam başqa insansan. James həm də səbrin gücünü vurğulayır. Bəzən səylərimizin nəticəsini dərhal görmürük. Amma bu o demək deyil ki, nəticə yoxdur. Bu sanki buzu əridən an kimidir. Əvvəlcə heç nə dəyişmir, sonra isə birdən-birə hər şey dəyişir. Əsas odur ki, davam et. Heç vaxt 2 dəfə ardıcıl vərdişi pozma. Bir dəfə unudulsa problem deyil. Amma ikinci dəfə eyni səhv təkrarlanarsa, zəncir qırılar. James Clear kitabda bir çox real nümunələr gətirir. Məsələn, Britaniya velosiped komandası illərlə uğursuz idi. Amma onlar qərara gəldilər ki, hər gün cəmi 1% yaxşılaşsınlar. Velosiped təkərlərindən tutmuş, oturacaqlara qədər hər şeyi təkmilləşdirdilər. Bir neçə il sonra bu komanda Olimpiya çempionu oldu. Bu, atomik vərdişlərin əsl nümunəsidir. Müəllif kitabda bir sadə, amma dərin fikir söyləyir. Sən məqsədlərinin səviyyəsinə qalxmırsan, sistemlərinin səviyyəsinə enirsən. Kim olmaq istədiyini qərar ver və bunu özünə kiçik qələbələrlə sübut et. Atomik Vərdişlər kitabı bizə göstərir ki, böyük dəyişikliklər qəfil deyil, yavaş və səbirli gəlir.
Əsl güc davamlılıqda və təkrarda gizlidir. Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmək imkanın var. Sözdələnə layihənin veb-saytından və Ko-fi platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.